Salam hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə kimya və reaksiyanın sürətinə təsir edən amillər mövzusundakı test izahı ilə qarşınızdayıq. Başlamamızdan əvvəl sizə kanalımıza abunə olmayı və bəyənməyi xahiş edirəm. Birinci sualımızda deyir, temperatur 60 Selsidən 80 Selsiyə qədər qalxdıqda reaksiyanın sürəti 16 dəfə artır. Reaksiya sürətinin temperatur əmsalını müəyyən edin. Yəni bu deməkdir ki, VT2-nin VT1-ə nisbəti bu düsturla qamma T2 minus T1 bölünsün 10. İndi bizdən verilənləri yazaq. VT2-nin VT1-ə nisbətini bizə veriblər 16 yazırıq yerinə. Qammanı verməyiblər və qammanı soruşur. Yazırıq qammanı da yerinə. Temperatur dəyişməsini T2-də veriblər T1-ə də, yəni T2 80-dir, T1-də 60-dır, yazırıq yerinə, bölürük 10-a. Burada qalır, bu da bərabərdir, qamma üstü 2. 16-nı da biz 4 üstü 2 şəklində yazsaq, bərabərdir, qamma qüvvətdə 2. Buradan da qamma bərabər olacaq neçəyə? 4-ə. Cavabımız olacaq A variantı. Sonra yenə temperatur deməli 70 Selsidən 20 Selsiyə dək azaltdıqda reaksiyanın sürətinin 3-ə bərabər reaksiyanın sürəti neçə dəfə azalır? Yenə bu düsturdan istifadə edəcəyik və burada bizdən reaksiyanın sürətinin neçə dəfə azaldığını soruşur. Biz eyni qayda ilə yazacağıq. Bu zaman bizdən bunu soruşur. Buradan yazırıq yerinə, yenə buradan bərabər qoysaq. Qamma verib 3. 20 çıxılsın 70 bölünsün 10-a. Bu da buradan bərabər olacaq. 3 üstü mənfi 20-dən onun 70'ini çıxsaq 3 üstü mənfi 5 eləyəcək. Bu da bərabər olacaq. 1 bölünsün 243, yəni 243 dəfə azalmış olacaq. Bu da C variantı uyğun gəlir. Sonra deyir ki, 3-cü sualımızda bizdən nə soruşur? 3-cü sualımızda soruşur ki, temperaturu 80-dən 50-yə ensə reaksiyanın sürəti necə dəyişər? Reaksiyanın sürət əmsalı, temperatur əmsalı 2-dir. Yenə eyni bir düsturdan istifadə edəcəyik. Yenə buradan bunu bərabər qoysaq, verilənləri də yazaq yerinə. Temperatur əmsalı 2-dir. Əmsalın qammanın yerinə 2 yazırıq. T2 50 çıxılsın 80 bölünsün 10-a. Bu da bərabərdir. Yenə bərabərdir yazsaq, kəsr xətti çəksək, kəsr xətti İngil Kəncər ilə bərabər yazıb bunu 2 üstü mənfi 3 eləyir. 2 üstü isə mənfi 3, 1 bölünsün 8 eləyir. Yəni o deməkdir ki, bunun reaksiyanın sürəti 8 dəfə azalacaq. Bu da A variantına uyğun gəlir. Sonra bizdən yenə reaksiya temperatur əmsalı 2-yə bərabər olan reaksiya 64 dəfə artırmaq üçün temperatur 40 Selsidən neçə dərəcəyə qaldırmaq lazımdır. Yine eyni bu düsturdan istifadə edir. Buradan bərabərdir. Buradan verilənləri yerinə yazırıq. Məhcullarda yazırıq. Deməli, artırmaq lazım olan şey 64'dür. Yəni VT2-nin VT1-ə nisbəti 64'dür. Bərabərdir. Temperatur əmsalımız 2-dir. Yəni qammanın yerinə 2 yazırıq. Neçə dərəcəyə qaldırmaq lazımdır? T2-ni bilmirik. Məhculda yazırıq yerinə. T1'imiz isə 40'da yazırıq yerinə. Buradan da 10 bölünürük 10'a. Buradan 10'a böldük. Bu da bərabər olacaq. Biz buradan 64'ü yaza bilərik ki 2 üstü 6 şəklində yaza bilərik. 2 üstü 6 şəklində yaza bilərik. Buradan da T2'ni 2 üstü
T2 minus 40 bölünsün 10'a. Buradan da 6 bərabərdir. T2 minus 6, hə, bu 60. Bu üstləri vursaq 60 bərabər T2 minus 40'a. Buradan da T2 bərabər olacaq 100'ə. Cevabımız o da olacaq. Burada 100 C variantına uyğun gəlmiş olacaqdır. Sonra görək 5-ci sualımızda nə soruşur? Temperatur əmsalı 2'yə bərabər olarsa, reaksiya 100 cc sürəti 0,3 mol itirsə, 130 cc-də bu reaksiyanın sürətini müəyyən edin. Yine eyni bu düsturdan istifadə edəcəyik və verilənləri yazaq yerinə. Reaksiyanın deməli birinci sürəti yəni bunu bir qədər açıq yazaq. Yəni bu düsturla yazaq və T2 bərabərdir V T1 varasın gamma üstü T2 minus T1 bölünsün 10'a. Bu düsturdan hər şeyi yerinə yazaq. Buradan bu bərabər yazsaq, deməli 0,3 yazırıq yerinə. Temperatur əmsalı 2 yazırıq yerinə. Oradan 130 çıxılsın 100 bölünsün 10'a. Bu da bərabərdir 0,3 vurulsun 2 üstü 3'ə. 2 üstü 3 yaza bilərik və yaxud da ki 2 üstü 3'ün yerinə ilə 8 də yaza bilərəm. Çünki 2 üstü 3 8 deməkdir. Bu da bərabər olacaq 2,4. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Keçirik biz 6-cı sualımıza. 6-cı sualımızda nə soruşur bizdə? Reaksiyanın sürətinin temperatur əmsalı 3 olan reaksiya başa çatma vaxtı 54 dəqiqədən 6 dəqiqə indirmək üçün temperaturu neçə dərəcə artırmaq lazımdır. Yine biz düstur var. Düsturu yerinə yazacağıq. Ondan sonra isə bilirik ki, zamanla vaxt bir-birinin tərs mütənasibdir. Bunun da düsturu belə idi ki, tau 1'in tau 2'ye nisbəti bərabərdir gamma. Yine de T2 minus T1 bölünsün 10. Bu düsturdan yerinə yazacağıq. Bizdən nə verilənləri T2 minus T1'in yerinə də biz gamma delta tau T yaza bilərik bölünsün 10. Eyni mənanı kəşf edir. Deməli yazırıq yerinə 54 dəqiqədən 6 dəqiqəyə indirmək üçün. Yəni birinci 54'dür, 54. Tau 1'imiz 54'dür, tau 2'miz 6 dəqiqədə yazdıq yerinə. Gammamız neçədir? 3'dür və buradan delta tau T bilmirik neçədir? Bölünsün 10'a. 54'ü 6'ya böldükdə 9. 9 bərabərdir 3 üstü 9'u da biz bəri başdan elə 3 üstü 2 kimi şəklində yaza bilərikmi? 3 qüvvətdə 2 bərabərdir 3. Delta tau bölünsün 10'a. Buradan da qüvvətləri eyni olduqda yazdıqda 20 bərabərdir delta T'ye. Delta T'ye yəni burada dərəcəmiz olacaq 20 dərəcə. Bu da B variantına uyğun gəlmiş olasıdır. Sonra keçirik növbəti testimizə. Növbəti testimizə deyir ki, temperatur reaksiyanın sürətinin temperaturu əmsalı 3 olan reaksiya 20 cc-də 15 dəqiqəyə qurtarır. Reaksiya 5 dəqiqə başa çatımı neçə dərəcədə olmalıdır? Eyni bu düsturdur. Bunu burada saxlayarıq. Buradan yazırıq yerinə. Birinci 15 dəqiqədir. T1 tau 1'imiz 15'dir. Digər isə 5'dir. Yazırıq burada yerinə 15 bölünsün tau 1'in yerinə 15, tau 2'nin yerinə 5 yazırıq. Temperatur əmsalı 3'dür. Onu yazırıq yerinə. Reaksiya 20 cc-də 15 neçə dərəcə olmalıdır? T2 buradan da yazırıq ki, T2
çıxılsın 20 bölünsün 10-a. 15'i 5'e böləndə 3, 3'ü 3 üstü 1 şəklində 3 qüvvətdə 1 şəklində yaza bilərik. 3 üstü T2 minus 20 bölünsün 10'a. Buradan da 10 bərabərdir. Tapırıq ki 10 bərabərdir. T2 minus 20'yə. Buradan da T2 bərabər olacaq 30'a. Cavabımız olacaq 7'də Y variantı. Uyğun gəlmiş olacaqdır. Buradan da sonra keçirik 8-ci sualımıza. 8-ci sualımızda bizdən nə soruşur? Temperaturu 50 bunu birinci pozuruq. İlk öncə bizdən temperaturu 50 cc-yə 80 cc-yə qədər artırıldı və artı reaksiyanın sürəti necə dəyişər? Temperatur əmsalı 2'dir. Bunu şifahi şəkildə də yazarıq. 50 cc-dən 80-dən 50'sini çıxsaq, neçəsi qalacaq? 30'u qalacaq. 30'u da temperatur qamma üstü 30'u da ona bölsək 3. 2 üstü 3 də necə eləyəcək? 2 üstü qüvvətdə 3 isə 8 eləyəcək. Bu isə 8 dəfə artımı göstərmiş olacaq. Bu da C variantı. Yəni VT2'nin VT1'ə nisbəti bu düsturdan gamma T2 minus T1 bölünsün 10 bu düsturdan hesabladıq. Sonra burada bizdən soruşur ki T1 ilə T2 və T1 temperaturunda gedən reaksiyanın sürətinin bir-birinə nisbəti 8 isə reaksiyanın getmə müddətinin nisbətini müəyyən edin. Biz bilirik ki, kimyəvi reaksiyanın getmə müddəti bir-biri ilə tərs mütənasibdir. Burada V2'nin V1'ə nisbəti elə bərabərdir. Getmə zamanı T1'in T2'yə nisbəti. Bu da eləyəcək 8 D variantı. Yəni bunlar bu düstur bu şəkildədir, bərabərdir. Bu bizim təhsilinə. Kimyəvi reaksiyan sürətinin temperatur asıllığını ifadə edən düsturu müəyyən edin. Bura baxdıqda bayaq yazdığımız elə bu düsturdur. Sonra keçirik 11-ci sualımıza. 11-ci sualımızdan bizdən nə soruşur? Temperatur 70 cc-dən 100 cc-yə dək artıqda reaksiyanın sürəti 27 dəfə artırsa, reaksiyanın temperatur əmsalını müəyyən edin. Deməli, bu düsturdur. VT2'nin VT1'ə nisbəti bərabərdir. Gamma T2 minus T1 bölünsün 10. Burada deməli verilənlərin hamısını yerinə yazırıq. 27, yəni VT2'nin VT1'ə nisbəti 27 bərabərdir. Gamma üstü 100'dən də 70'in çıxsaq eləyəcək 30, 30'u da ona bölsək eləyəcək 3. 27'ni də 3 üstü 3 şəklində götürsək 3 üstü 3 bərabərdir. Gamma üstü 3'ə burada da gamma bərabər olacaq. 3'ə bərabər olmuş olacaq. Bu da 11-ci sualımızda Y variantına uyğun gələcəkdir. Sonra 12-ci sualımızda nə soruşur bizdən? 12-ci sualımızda soruşur ki, eyni şəraitdə qələvi metalların xlor döşsü reaksiyasının sürətinin onun sıra nömrəsindən asılılığı hansıdır? Yazına saxlayın ki, sıra nömrəsi artdıqca su ilə reaksiyaya girəndə əsaslıq qabiliyyəti artır. Turşu ilə reaksiyaya girdikdə isə reaksiya qabiliyyəti də artır. Yəni burada qabiliyyət artan həm əsasının, həm turşu ilə reaksiyaya girmə qabiliyyəti artır sıra nömrəsi artdıqca. Bu da C variantına uyğun gəlir. 13-cü sualımızda sıra nömrəsinin qələmi metal su ilə reaksiya sürətinin sıra nömrəsi ümumiyyətlə yadınıza saxlayın. Su ilə reaksiya qabiliyyəti sıra nömrə artdıqca artır. Bu da C variantına uyğun gəlmiş olur. 14. Katalizatorlar nəyə təsir etmir? Reaksiyanın istilik effektinə katalizator təsir etmir. Dönər reaksiyanın istiqamətinə də təsir edir, amma reaksiyanın sürətinə təsir edir, artırır.
Ona göre bize təsir etməyəni göstərdiyinə görə B variantı. Nəyə təsir edir? Biz bəlkə dedik ki, katalizator nəyə təsir edir? Reaksiyanın sürətinə. Yəni B. Deməli, düsturunda D bərabərdir K vurasın SA sürət düsturu kinetik K nəyi ifadə edir? Bir qayda olaraq yadınızda saxlayın ki, burada K sürət sabitini ifadə edir. Kinetik tənlikdə, bu kinetik tənlikdir və burada K sürət sabitini ifadə edir. 17. Hansı reaksiya sənaydə katalizator iştirakı ilə aparılır? Katalizatorun iştirakı ilə aparılan reaksiya ammoniakın alınma reaksiyasıdır. Bu da D variantı. Bu nəticəsində ammoniak alınır. NH3. Sonra 18. Hansı reaksiya katalizatorun iştirakı ilə aparılır? Burada da kükürt altı oksidin alınması reaksiyası. Bunun D variantı katalizatorun iştirakı ilə aparılır. Burada isə katalizator kimi çox zaman vanilin 5 oksidi götürürlər. Hansı reaksiya istehsalatında katalizator istifadə edilir? Yine katalizatora gəldik. Burada katalizatordan istifadə sulfat turşusunun istehsalatında dedik ki, katalizatordan istifadə edirik. Mesela 18-ci sualda sulfat turşusu mərhələlərlə istehsal olunur. Bir mərhələsi verilmişdir. 20-ci sual. Hansı maddənin istehsalına katalizatordan istifadə edilir? Əvvəlki testdə də vermişdik ki, ammoniakın istehsalatında katalizatordan istifadə olunur. Deməli, kükürt 4 oksid üstə gəlsin, oksigen alırsan, kükürt 6 oksid reaksiya üçün oksigenə görə sürətin zamandan asıllıq grafikini əks etdirir. Yadınızda saxlayın, başlanğıc maddənin sürəti həmişə qrafik yuxarı olur. Yuxarıdan aşağıya doğru gəlir başlanğıc maddələrin sürəti və çünki zaman keçdikcə başlanğıc maddələrin miqdarı azalır. Reaksiya məhsullarında koordinat başlanğıcından yuxarıya doğru qalxır. Bizdən də nə soruşur? Oksigenə görə sürət. Oksigenə görə sürət yuxarıdan aşağıya doğru olacaq. Bu da olur 20-ci sualımızda A variantı. Yəni, başlanğıc maddəsi yuxarıdan, reaksiya nə məhsuldursa bu istiqamətdə gedir. Onu yadınıza saxlayın. Reaksiya kükürt 6 oksidə görə sürətin zamanının asılılığı. İndi kükürt 6 oksid nədir? Müəyyən bir sıfır nöqtəsindən başlayıb. Bu da 22-ci sual. Reaksiya kükürt 4 oksid. Kükürt 4 oksiddirsə bu B variantına uyğun gəlmiş olacaqdır. Sonra əgər kükürt 6 oksid olsaydı bunu götürərdik. Sonra gedir 23-cü sualımızda nə soruşur bizdən? Demək, A üstə gələn A qaz, B qaz alınır D mayi. Reaksiyanın sürətinin A-nın molyar qatlığının asıllıq qrafiki. A molyar qatlığının asıllıq qrafiki. Bu da Y variantına uyğun gəlmiş olar. Yəni, molyar qatlığı sürətlə düz mütənasib olaraq artır. Bu da 23-cü sualımızda Y variantı. Başlanğıc maddənin miqdarı artdıqsa reaksiyanın sürəti də ona uyğun olaraq artırmış olacaqdır. 24-cü sualımızda nə soruşur? Yəni tənliyinə aiddir. Bu deməli, burada verilənləri bu kinetik tənlikdə yerinə yazsaq, bu kinetik tənlik o deməkdir ki, N2 üstə gəlinsin 3 molekul hidrogen. Bu zaman nə alınırıq? NH3 2 molekul. Bu ammoniakın sintezi reaksiyasının kinetik tənliyidir. Bəli, bunu deyə bilərik. Ammoniakın parçalanma xeyir, parçalanma deyil, sintezdir. Demək, K sürət sabitidir. Bəli, K tarazlıq xeyir, tarazlıq sabiti deyil. Burada cavabımız olacaq A variantı. 25-ci sualda soruşur ki, deməli, bu isə indi əksinədir. Yəni, bu reaksiyanın, yəni ammoniak 2 NH3 parçalanır. Azota plus 3 molekul hidrogenə. Yəni, kinetik tənliyi reaksiya məhsuluna görə gedir də. Ona ki, ammoniakın sintezin yox ki, xeyr. Ammoniakın parçalanma kinetikinə K və sürət sabiti olmuş olacaq. Bu da D variantı. Nə uyğun gəlmiş olur.
Sonra bizdən nə soruşur? Reaksiya 30 cc-də 60 saniyə ərzində başa çatırsa, 50 cc-də neçə saniyə ərzində başa çatacaqdır? Bu deməkdir ki, T1-in T2-yə nisbəti, düsturumuz budur, tau 1-in tau 2-yə nisbəti bərabərdir. Gamma T2 minus T1 bölünsün 10 düsturuna yerinə yazaq. Deyir ki, verilənlərin hamısını yerinə yazsaq, yazaq yerinə 180 dərəcədə demir 26-cı sual bir hamısını yazaq yerinə 60 saniyə yazıram, T1-ə 60 saniyə, T2-miz məchuldur, yazıram yerinə və temperatur əmsalı 2-dir. 50 çıxılsın 30 bölünsün ona. Bu da bərabərdir 30'dan çıxanı 20, 20'ni də bölün 2 üstü 2. Deməli 2 üstü 2'yə bərabər olmuş olacaqdır. Bu da bərabər olur 4'ə. Yəni 60 bölünsün T2 bərabərdir 4'ə. T2 də buradan bərabər olacaq 15'ə. Yəni 15'ə bərabər olmuş olacaq. Burada A variantına uyğun gəlir. Eyni qayda ilə həmin düsturda reaksiya sürəti 50 cc-də 180 saniyəyə başa çatırsa, reaksiyanın sürəti temperatur əmsalı 3'ə bərabərdirsə, buraya 70 cc temperatur neçə saniyəyə başa çatır? Eyni bir düsturdur. Yeni yerinə yazacağıq verilənləri. Burada zaman T1'miz olacaq 180. T2'miz olacaq yine yazırıq tau 2'mizi yerinə. Gamma 3'dür. Temperatur 70. 70'dən çıxacaq 50'ni böləcəyik 10'a. Bu da bərabərdir. 70'dən 50'sini çıxsaq qalır 20'si, 20'ni də ona 3 üstü 2. 3 üstü 2 bər başında yazım 9'a. Bunu 180'də buradan da yəni 180 bölünsün tau 2 bərabərdir 9'a. Tau 2 də bərabər olacaq 20'yə. Yəni cavabımız olacaq 27-ci sualımızda 20 B variantı. Sonra keçirik 28-ci sualımızda. 28-ci sualımızda deyir reaksiyanın sürəti temperatur əmsalı 2 olarsa, reaksiya 120 cc-də 16 saniyə başa çatırsa, 150 cc-də neçə saniyə başa çatır? Eyni bir düsturdur. Yeni də yazırıq yerinə, yəni 16 bölünsün tau 2'yə bərabərdir. Deməli 2 temperatur əmsalı 2'dir. Bər başdan buradan çıxıb yazacağım. Qısa 150'dən 120'sini çıxırıq. Neçə alır? 30 alırıq. 30'u da 10'a bölsək neçə eləyir? 2 üstü 3 eləyir. 2 üstü 3 eləyir. 2 üstü 3 də 8'ə bərabər olur. Yəni 16'nı T2'yə bölünür 8'ə bərabər. Buradan da T2 bərabərdir. 2'yə bərabər olmuş olacaqdır. Yəni 28-ci sualımızda da cavab olacaq C variantı. 29-cu sualda da yine eyni qaydadır. 50 cc-də reaksiya 50 cc 30 saniyədən başa çatırsa, 30 cc-də neçə saniyə başa çatır? Yine eyni qaydada yeni yazırıq. Bu düsturdur. Yerinə yazırıq. Deməli yazdıq 30 bölünsün tau 2'yə bərabərdir. Temperatur əmsalı 2. Deməli 30 cc neçə saniyə var da? 30'dan 50'sini çıxsaq, eləyir 20'yə, yəni 20'ni də ona bölsək mənfi 20 eləyir, mənfi 2'yə. Bu da yəni 1 bölünsün 4'ə. Bu da T də bərabərdir. 4'ə vursaq 120'yə bərabər olmuş olacaq. Bu da C variantına uyğun gəlir. Sonra bizdən soruşur ki, hansı ifadələr doğrudur? Bərk maddələr maye və qaz halında olan maddəyə qarşı təsir reaksiyanın sürəti xırdalanma dərəcəsindən asılıdır. Bəli, bu doğrudur. Sonra
Katalizator yalnız bərk halda olur. Katalizator yalnız bərk halda olur. Xeyr, bunu deyə bilmərik. Sonra deyir ki, əgər katalizator kimyəvi reaksiya zamanı əmələ gəlirsə və reaksiya avtokatalitik reaksiya adlanır. Bəli, ümumiyyətlə bəzi katalizatorlar vardır ki, onlar kimyəvi reaksiya nəticəsində yaranır və bunlara avtokatalizatorlar deyirlər. Bu da D variantına uyğun gəlir. 31-ci sualımızda deyir, hansı ifadələr doğru deyil. Yəni, biz burada doğru olmayanı tapacağıq. Deməli, reaksiyanın sürəti bərk maddənin xırdalama dərəcəsindən asılı deyil. Elə doğru olmayanın biri budur. Heterogen sistemdə reaksiya fazanın toxunma səthində gedir. Bu doğrudur. Reaksiyanın sürəti sabit temperaturdan asılıdır. Xeyr, bu da asılıdır. Doğru olmayan yalnız birinci oldu, A variantı. Sonra bizdən soruşur ki, T2 və T1 temperaturunda gedən reaksiyanın sürətinin bir-birinin 8-dir. Reaksiyanın sürət temperatur əmsalı X temperaturun dəyişmə dərəcəsini göstərin. Yəni, bu elə bir şey olsun ki, və bunların üzəri yekun olaraq 8-ə bərabər olmuş olsun temperatur. Biz bilirik ki, 8-ə bərabər olması üçün 2 üstü 3 8-ə bərabərdir. Yəni, biz bu temperatur T2-ni T2-ni T1-ə nisbəti, yəni onun nisbəti burada 30 olmalıdır ki, 30-u 10-a bölsək 3 olur. Temperatur əmsalımız isə 2 götürməliyik. Bu da 32-ci sualımızda D variantına uyğun gəlir. 33-cü sualımızda yenə də eyni sualda 27-dir. Deməli, biz etməliyik ki, 27 nəyə bərabərdir? Biz bilirik ki, 27 bərabərdir 3 qüvvətdə 3-dür. 3 qüvvətdə 3-dürsə, bunu qüvvəti temperatura çevirməsi üçün ümumiyyətlə yadınızda saxlayın, qüvvəti temperatura çevirmə 10-a vurursınız tez. Bunu 10 dərəcəyə vursaq 30 eləyəcək. Temperatur əmsalı da 3. Yəni x-imiz olacaq 3, y-imiz olacaq 30. Bu da Y variantına uyğun gələcək. Sonra bizdən soruşur ki, sink üstə gəlsə natrium hidroksid alınır. Natrium sinkat, bir də hidrogen. Reaksiya ayrılan hidrogen qazının həcminin həmin zaman asıllıq qrafikinə əsasən hansı ifadələr doğru deyil? Yəni, biz buradan doğru olmayanları seçəcəyik. Reaksiyanın sürəti zamandan asılı olaraq dəyişir. Bəli, reaksiyanın sürəti zaman asılı olaraq dəyişir. Bu düzdür. Ayrılan hidrogenin həcmi 2 litrdir. T1 anında. Xeyr, buradan baxırsınız, T1 anında ayrılan hidrogenin həcmi 1 litrdir, 2 litr deyil. Zinger toz halına salsa reaksiya sürəti artar. Bəli, bu da doğrudur. Bizdən də doğru olmayanı soruşduğuna görə D variantını götürmüş oluruq. 35-ci sualımızda soruşur. Alüminium üstə gəlsə natrium hidroksid, su, natrium aluminat, bir də hidrogen. Reaksiya ayrılan hidrogen qazının həcmi zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Biz doğru olanları seçəcəyik. Reaksiyanın sürəti zamandan asılı olaraq dəyişmir. Xeyr, zamandan asılı olaraq dəyişir. T2 zamanında ayrılan hidrogenin həcmi 2 litrdir. Bəli, düzdür. Alüminium qırıntılarının toz halına salsa reaksiyanın sürəti artır. Bu da düzgündür. Bizə də doğru olanları soruşduğu üçün B variantını götürmüş oluruq. Hansı reaksiyada təzyiq 2 dəfə artırsa, reaksiyanın sürəti 8 dəfə artırar. Deməli, yadınızda saxlayın ki, ümumiyyətlə, təzyiq qaz halında olan maddələrə təsir göstərir. Buradan isə bizə qaz halında olan birinci reaksiyaların yazaq. Suyun elektrolizi. Suyun elektrolizi o deməkdir ki, 2 molekul su parçalanır. 2 molekul hidrogenə, 1 molekul da oksigenə. Sonra amonyakın parçalanması. Amonyakın parçalanma reaksiyasını yazıram. 2 dənə amonyak parçalanır. Azota, bir də 3 molekul hidrogenə. Suyun sintezi. Suyun sintezi bunun əksinə olan bir prosesdir. Yəni hidrogen üstə gəlinsin oksigen alırıq H2O. Sonra hidrogen xloridin sintezi. Hidrogen xloridin sintezi burada nə də yazsaq? Hidrogen H2 üstə gəlinsin. Alınır 2H xlor. Amonyakın sintezi də eyni bunun tərsinədir. Bizə nə soruşur?
Təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti 8 dəfə artır. Bir bunlarda qoyaq yerinə. Təzyiqi burada 2 dəfə artırsaq, burada qaz halında olan maddə reaksiyanın sürəti 4 dəfə artar. Burada 2 deyə 4 dəfə artmış olacaq. Amonyakın parçalanmasında da 4 dəfə artmış olacaq. Xloridin sintezinə təsir etməyəcək. Hidrogen xloridin sintezinə. Çünki burada da 1-2 bu təzyiq. Həcm dəyişmirsə təzyiq daralığa təsir göstərmir. Reaksiyan sürəti. Sonra suyun sintezində, suyun sintezinə baxsaq 2, təzyiqi 2 dəfə artırsaq. Bu 2 dəfə artacaq, 4 olacaq. Bu da 2 dəfə artacaq, 2 olacaq. 4-ü 2-yə vursaq 8 edəcək. Yəni cavabımız olacaq C variantı. Sonra 30 çünki kimyəvi reaksiyanın yadınıza saxlayın ki, kimyəvi reaksiyanın sürəti başlanğıc maddəyə görə hesablanır. Ona görə. Sonra keçirik 37-ci sualımıza. 37-ci sualımızdan bizdən nə soruşur? Axıra qədər gedir. Reaksiya başlanğıc maddənin qatılığının zamanının asıllığını ifadə edir. Başlanğıc maddənin asıllığını zamandan ifadə edən, yadınıza saxlayın ki, müəyyən bir yuxarıdan yaranır və sonda isə aşağıdakı grafikə düşür. Bu isə bu varianta uyğun gəlir. Yəni bu tam aşağıya gəlib düşürsə, bu axıra qədər getmiş reaksiyada. Məsələn, bu axıra qədər getmir. Görsün, müəyyən bir miqdara qədər tam gəlib aşağı ki, səhv olunmur, dayanmır. Sonra reaksiya məhsulları zamanın asıllığını ifadə edir. Yadınızda saxlayın ki, reaksiya məhsulun qatılığının zamandan asıllığını ifadə edir. Reaksiya məhsulu sıfırdan başlayaraq artır. O da sıfırdan başlayan artan, o da C variantına aiddir. 39-cu sualımızda nə soruşur? Temperatur 60 Selsiyə 80 Selsiyə qədər artıqsa, reaksiyanın sürəti neçə dəfə artar? Reaksiyanın sürətinin temperatur əmsalı 2-dir. Bu, bayaqdan tutuyorlar dedik ki, qamma bərabər VT2-nin VT1-ə nisbəti bərabərdir. Qamma T2 minus T1 bölünsün 10-dur. Yəni 80-dən 60-ın çıxacaq. Qalacaq 20. 20-ni 10-a bölsək olacaq 2. 2 üstü 2-də neçə edəcək? 4 etmiş edəcək. Bu da cavabımız 39-cu sualımızda E variantına uyğun gəlmiş olur. 40-cı sualımızda nə soruşur? A üstəgəlinin 2B alınır 2C-dir. Hansı ifadə doğru deyil? Reaksiya deməli, zaman keçdikcə A-nın qatlığı azalır. Bəli, A-nın qatlığı azalır. Sonra reaksiyanın sürəti azalır. Bəli, reaksiyanın sürəti artır. Xeyr, müəyyən bir zamandan sonra məhsullar sərf olunca reaksiyanın sürəti necə azalacaq? Bizə də doğru olmayanı götürdüyünə görə D variantı uyğun gəlir. Nə doğrudur? Doğru. İndi isə buradan doğru olanları seçəcəyik. Reaksiyanın sürəti və artar dedik ki, səhv idi, amma nə olmalı idi? Azalar. Deməli, bu cavabımız doğru olar. B-nin qatlığı artır, səhvdir. Çünki B-nin qatlığı azalacaq. A-nın qatlığı artır da səhvdir, azalmalıdır. D-nin qatlığı azalır, səhvdir, artmalıydı. C-nin qatlığı azalır, səhvdir, artmalıydı. Yəni zaman keçdikcə reaksiya girən maddələrin qatlığı azalır, reaksiya məhsullarının qatlığı artır. Reaksiyanın sürətinin temperatur əmsalı 2 olan reaksiya 70 Selsiyə 2 mol litr saniyə ilə reaksiya sürət 32 mol olması üçün su aparlığı müəyyən edin. Yəni VT2-nin VT1-ə nisbəti, yəni 3,2-ni 0,2-yə böləcəyik. Bu eləyəcək 3,2-ni 0,2-yə böləndə 16 eləyir. Yəni bu nə deməkdir ki, 16 bərabərdir 2, temperatur əmsalı 2-dir. 2 üstü T2 minus 70. T2 minus 70-ə
Buradan da 16'nı biz yaza bilərik də 2 üstü 4 şəklində də yaza bilərik. Buradan da 2 üstü 4 bərabərdir. 2 üstü T2 minus 70 bölünsün 10'a. Qüvvətlər bu üstə saxlanılır. Buradan da 40 bərabərdir T2 minus 70'ə. Buradan da T2 də bərabər olacaq 110'a. Bir variantına uyğun gəlmiş olacaqdır cavabımız. Sonra keçirik 43-cü sualımıza. 43-cü sualımızda bizdən nə soruşur? 43-cü sualımızda bizdən soruşur ki, deməli hidrogen üstə gəlsin yod alınır, hidrogen yodid, hidrogen üstə gəlsin oksigen alınır, su. Reaksiya gedən qabın həcmini 2 dəfə artırıb. Reaksiyaya gedən qabın birinci reaksiyaya gedən qabın həcmini 2 dəfə artırsaq, ikinci reaksiyaya gedən həcmi azaldılarsa, x və y-i müəyyən edin. Ümumiyyətlə yadınızda saxlayın. Həcmlə təzyiq tərs mütənasibdir. Yəni PV düsturundan əsasən deyirik. Birinci reaksiyanın kinetik tənliyini yazsaq və yəni burada reaksiyanın sürət kinetik tənliyini buradan yazım kinetik tənliyi. Buradan yazsam olur. Birinci reaksiyanın kinetik tənliyi üçün bu şəkildə yazır da V bərabərdir K vurulsun. Bir dənə hidrogen, bir dənə də hidrogen vurulsun. Ayod. İkinci reaksiya üçün sürət tənliyi K vurulsun, hidrogenin kvadratı vurulsun, oksigen. Yok 2. İndi nə edir? Birinci qabın həcmini 2 dəfə azaldır. 2 dəfə azaltdıqda bu da bərabərdir. Bu deməkdir ki 1 bölünsün 2 vurulsun 1 bölünsün 2. K vurulsun K da 4. Yəni həcm necə 4 dəfə azalacaq. Bu birisində isə 2 dəfə azalanda artırırıq birinci neyini artıranda artırdıqda yəni reaksiyanın sürəti azalacaq. Amma azaltdıqda isə əksinə olacaq. Yəni artacaqdır. Yəni bu deməkdir ki, bunu da buradan tutalım ki, bərabər 2'nin kvadratı eləyəcək 4 vurulsun, yeni də 2, bu da 8 dəfə artacaq. Deməli 4 dəfə azalacaq, 8 dəfə artacaq. Bu da 43-cü sualımızda D variantına uyğun gəlmiş olur. Ümumiyyətlə belə reaksiyaları yadınıza saxlayın ki, kinetik tənliyə görə əsas hesablayırlar. Sabit temperaturda porşun ilə təchiz olunmuş qabda təzyiqi 4 dəfə artırdıqda düzünə gedən reaksiyanın sürətinin dəyişməsini, əksinə gedən reaksiyanın sürətinin dəyişməsinə necə nisbətini hesablayın. Deməli, təzyiqi 4 dəfə artırsaq, təzyiqi artırsaq, yəni həcmi azaltmaq deməkdir. Və buradan düzünə gedən reaksiya üçün yazsaq, yenə də həmin bu kinetik tənliyi yazsaq, bu düzünə gedən və əksinə gedən reaksiyanın kinetik tənliyini yazaq. Düzünə gedən reaksiyanın kinetik tənliyi V bərabərdir K vurulsun birinci azot N2 qarşısında heç bir əmsal yoxdur, vurulsun hidrogen üstü 3. İkinci reaksiyamız üçün V bərabərdir K vurulsun bir dənə NH3 kvadratı. İndi nə soruşur bizdən? Deyir ki, edilmiş qalın qapalı təzyiqi 4 dəfə artırsaq, bunu 4 dəfə artırsaq, bu zaman nə olacaq? 4 vurulsun 4'ün kubu. Bölünsün, elə olduğu kimi yazacaq. Bu birisində də 4'ün kvadratına. Yəni 4 üstü 4'ü. İndi bunu burada olur. Bunun deyilən bir-birinə olan nisbətini yazsaq, bu deməkdir ki 4 vurulsun 4'ün vurulsun 4'ün kubu. Burada da
bölünsün 4'ün kvadratına. Deməli, bu 4'ün kvadratı ilə bu kub getdi. 4'ü 4'ə vursaq 16. Reaksiyanın sürəti 16 dəfə düzlüyünün sürət dəyişməsi nisbəti 16'ya bərabər olmuş olacaq.